ومن فوائده يقول رحمه الله Müəllif, Allah ona rəhm etsin, gözəl əxlaqın faydalarından bəhs edərək buyurur ki, o sahibini həm yaxına, həm də uzağa sevdirir. Düşməni dosta, uzağı yaxına çevirir. هذه والبعيد قريبا هذه من فوائد Gözəl əxlaqın əzəmətli faydalarından biri də budur ki, gözəl əxlaq sahibi sevilən və qəlblərə yaxın olan kimsədir. الخلق محبوب وقريب من Onu həm qohumları, həm də qohum olmayanlar sevər. Onu yaxın da, uzaq da sevər. Dostu sevdiyi kimi, hətta düşmən də onu sevər. Çünki gözəl əxlaq insanlara sevimli gəlir. O, insanlarla ünsiyyət qurar, insanlar da onunla ünsiyyət qurar. Çünki o, insanlarla elə rəftar edir ki, bu rəftar onların nəfslərini özünə cəzb edir və onları özünə yaxınlaşdırır. بمعاملة تجذب نفوسهم إليه وتقربهم منه ولهذا كان Məhz buna görə də təlim, dəvət, tərbiyə və bu kimi sahələrdə ən mühüm vəzifələrdən biri insanın gözəl əxlaq sahibi olmasıdır. أن يكون المرء على خلق حسن ولهذا يقول الشيخ متمما Buna görə də şeyx Allah ona rəhm etsin sözünü tamamlayaraq belə deyir. Bununla, gözəl əxlaqla Allaha dəvət edən və xeyri öyrədən kimsə öz dəvətində uğur qazanar. İnsanları istəkli qəlblərlə, qəbul və hazırlıqla öz ətrafına toplayar. Çünki bunun səbəbi mövcuddur. Həmin səbəb də mülayimlik və gözəl əxlaqla edilən dəvət və təlimdir. Həmçinin gözəl əxlaq sayəsində insanların haqqı qəbul etməsinə və ya onlara yönələn dəvətə mane olan kobudluq, sərtlik, qırıcılıq və daşqəlblik kimi maneələr də ortadan qalxar. Bunların hamısı insanlarla dəvətin qəbulu arasında pərdə olan maneələrdir. Məhz buna görə də Allah Subhanahu və Taala buyurur: Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daşqəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar.